ara belə çəki aldım bilmirəm, amma üzərimdə dəhşət ağrıq hiss eləyirəm. Buna görə də fikirləşdim ki, biraz çəki verim. Əvvəllər 20 kiloya yaxın vermiş biri olaraq təxmini bilirəm ki, nələr etməliyəm, nələr yeməliyəm, nə cür eləməliyəm. Düzdür, bu dəfə biraz fərqli üsulla eləyəcəm. Çünki elə də çox verəcəyim çəki yoxdur. Maksimum 4 kiloqram, hətta 3 deyə bilərəm. Yəni 55 mənim üçün ideal kiloqramdır. Ərzində nələr yeyirəm, onu da çəkmək istəyirəm. Həm sizə fikir olar deyə, həm mən daha məsuliyyətli yanaşaram deyə. Ona görə də bugün sizinlə birlikdəyik. İlk öncə makyaj eləmək istəyirəm və bu makyajı da qısa reels kimi də çəkmək istəyirəm. İndi isə gedim hazırlaşım. Makyajım hazırdır. Belə bir makyaj elədim. Əslində bugün heç ara getmirəm. Sadəcə dedim video çəkəcəm. Ona görə biraz makyaj eləyim, biraz baxımlı olum. Belə. Bunun da videosunu çəkdim. Əsas da məqsəd zaten buydu. Bir reels videosu çəkmək idi. Bitti. Hələ yemək yeməmişəm. Əsas odur uşağı yedirtmişəm. Mənim öncəliyim odur. Qabları yumalıyam. Bugün dəhşət çox işim var. Bazar günüdür. Uşağı çimizdirməliyəm. Qabları yumalıyam. Evi yığışdırmalıyam. Amma ilk öncə yığılan qablar var. Onları yuyum. Daha sonra yemək yeyim. Daha sonra isə digər işlərimi həll edeyim. Bunlar axşamdan qalan qablardır. Məndə ümumiyyətlə belə bir xasiyyət var. Əgər canım ağrıyırsa, əgər özümü pis hiss eləyirəmsə, qətiyyən özümə əziyyət vermirəm. Yəni, ay yox, ölsəm də yumalıyam, ölsəm də burada qab qalmamalıdır, söhbəti yoxdur. Hətta qız bürcüyəm, amma nədənsə bunu sevmirəm. Təmizliyi çox sevirəm, sevə-sevə eləyirəm. Yəni, zamanım olduqca buna vaxt ayırıram. Amma o ki, canım ağrıdı, o ki, özümü pis hiss elədim, həm psixoloji olaraq, həm bədən olaraq, mən ümumiyyətlə heç bir işi görmürəm. Hər nəysə, bu mövzunu qoyaq kənara, keçək əsas məsələmizə. Bilmirəm sizdə də elədir ya yox. Mən çox çəki verəndə çox rahatlıqla vermişdim. Amma belə 2-3 kilo verəndə çox çətinliklə bu çəkini verirəm. Mənim elədiyim yöntəmi heç kimə məsləhət görmürəm. Mən bu hala öyrəşmişəm, amma bəziləri üçün bu qida çox az gələ bilər. Ona görə də məsləhət görmürəm. Yəni, mən nə diyetoloq deyiləm, nə bunun professionalı deyiləm. Sadəcə özüm hansı yöntəmi eləyirəmsə, onu deyirəm. Və belə davam eləsəm, əminəm ki, bu çəkini, istədiyim çəkini verəcəm. 20 kiloqram çəki itirdiyimi demişdim. Mən bunu yeniyetmə dövründə etmişəm və çox çətinliklə, heç düzgün yolla eləməmişəm. Hətta bundan sonra mədəmdə çox ağır problemlər yarandı. O qədər depressiyadaydım ki, heç bir şey yeyə bilmirdim. Yəni, su içsəm belə artıq mədəm ağrımağa başlayırdı. Arıqlamaqdan başqa heç nəyə xəyal eləmirdim. Yalnız beynimdə arıqlamaq var idi həmin vaxtlar. Sonra təbii ki, normal qaydaya düşdüm və yenə başladım çəki almağa. Və əgər artıq çəki alırdımsa, bunu nizamlı şəkildə aralıqlı oruc deyilən bir diyeta növü ilə verməyə başladım. Onu araşdırmağınızı sizə tövsiyə görürəm, çünki məndə çox işə yaramışdı. Videoda göstərmirəm xanımlar, amma gün ərzində çalışıram biraz çox su içim. Son zamanlar suyu tamamilə azaltmışam və bu məni narahat eləyir. Videodan tam görünmür, amma belə bir böyük stəkan suyu içirəm yeməkdən qabaq ki, həm tox saxlasın, həm də artıq yemək istəyim olmasın. Belə bir omlet hazırladım. Bu arada qara çörəkdir. İstəmirəm tam çörəksiz diyet edeyim, çünki mən çörəksiz qətiyyən dayana bilmirəm. Onun yerinə belə bir qara çörək və ancaq səhərlər yeməyi planlaşdırıram. İndi görək necə olacaq. Xiyar yox idi, ona görə sadəcə pomidor qoydum. Olsaydı xiyar, onu da qoyardım ki, daha belə doyumcu olsun və uzun müddət tox saxlasın. Çünki mən atışdırmalıqları qətiyyən sevmirəm. Çalışdığım qədər diyetada olanda atışdırmalıqdan istifadə etmirəm. Ancaq belə yeməkləri, o da az porsiyada. 2 dənə yumurtadır. Bunun hamısını əslində mən yeməyəcəm. Alinanı çünki yedirtmişdim. İndi pişirdikcə yenə istədi. Dedim, amma yumurta istəyirəm. Bundan təbii ki, ona da yedirdəcəm. Belə, mənə nuş olsun. Hələ günorta yeməyini yeməmişəm. Evləri toz oranladım, təmizlədim. İndi isə Alina günorta yatdı. İndi isə istəyirəm onu qəşəng çimizdirim. Hələ ki, ümumiyyətlə acıq hiss eləmirəm. Yəqin ki, bu su içməklə əlaqədardır. Çünki suyu az içəndə mən tez-tez acıram. Bugün suyu çox içmişəm, qədərincə içmişəm və hələ də acıq hissim yoxdur. Bəlkə də hava ilə də əlaqədardır. Bugün hava biraz istidir. Maşallah, Alinanın da üzündən burada nur yağır. Bu uşaq saçınla oynanılmağını ümumiyyətlə sevmir. Qurudanda, darıyanda, yığanda hər dəfə bizim evdə konsert olur.
Axşam yeməyi olaraq mərci şorbası hazırlamışam. Əslində günorta da yeyəcəkdim. Sadəcə nədənsə iştahım olmadı. Məndə ümumiyyətlə belədir. O ki biraz az yeməyə başlayıram, iştahım kəsilir. Amma o ki çox yeyirəm, dayanmadan yemək istəyirəm. Və məndə təəssüf ki, belə bir şey var. Mən tez-tez yedikdə, az-az yedikdə qətiyyən çəki verə bilmirəm. Amma belə gündə 2 dəfə yedikdə, 3 dəfə çox az yedikdə, onda rahatlıqla çəki verə bilirəm. Bu axırıncı yeməyimdə saat 6-ya işləyib. Bundan sonra çox güman ki, yemək istəmirəm, yeməyəcəm. Çünki 6-dan sonra ümumiyyətlə yeməyi planlaşdırmıram. Maksimum çox açsam, yoğurt, qatıq belə atışdırmalıq edərəm, ta ki istədiyim çəkiyə düşənə qədər. Ona görə də məndən nuş olsun və videonu burada sonlandırıram. Məni də takib eləməyi, like atmağı, yorum yazmağı unutmayın.